Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bu videoda çoxlu marağa səbəb olan ləzgi səpmə qoğalı hazırlamışam. Çox dadlıdır, çox ləzzətlidir. Mənə elə gəlir ki, videoya diqqətlə baxsaz, siz də bu qoğalı hazırlayacaqsınız. Ərzaqlar eynən mənim şor qoğalımın ərzaqlarıdır. İlk öncə aparanı hazırlayıram. Aparanı ona görə hazırlayıram ki, mən bilim ki, maya xarab deyil və xəmirdə problem yaranmayacaq. Bir qabın içinə su, şəkər, un, maya əlavə edib qarışdırıram və isti yerdə saxlayıram ki, mayalansın. Apara mayalanana qədər una, duz, şəkər, sarı kök əlavə edib qarışdırıram. Bütün quru ərzaqları belə yuvacıq açıram. Buraxama gəlir, yumurtanın sarısı. İlıq halda süd, su. Baxın, görün, apara da mayalanıb. Başlayıram xəmir yoğurmağa. Səpmə qoğalın xəmiri bərk olmamalıdır. Yumuşaq olmalıdır. Neçün ki, aralarında içlik olur. Axırda da ilıq halda ərinmiş, soyudulmuş yağı əlavə edirəm və bu cürünə gözəl bir yumuşaq xəmir yoğururam. Xəmir hazır olandan sonra xəmir düz saat yarıma acıyır. Artıq xəmir acıyıb, görünüşə baxın, çox möhtəşəm bir görünüş var. Xəmir çox mükəmməldir, möhtəşəmdir və mən ümumi xəmiri bölürəm 9 kündəyə tərəzi yolu ilə. Mayalı xəmirin qaydası var. Mütləq birinci dəfə gələndən sonra onu öfkəliyirik ki, mayanın havası çıxsın. Amma bir halda ki, bu şor qoğaldır, mən neynirəm? Yəni, birinci dəfə xəmir gələndən sonra kündələrə bölürəm, kündəliyirəm, sonra onları biraz yayıram və bu etapla xəmir axırda tam lazım olan qaydaya düşür. Hazır kündələrin üstünü bax bu cürünə örtürəm və 10 dəqiqə gözləyirəm. 10 dəqiqədən sonra dolma boşqabın ölçüsündə həmin 9 kündəni açıram. Bunu niyə eləyirəm? Sonra yuxaları yayanda çox rahat olur. 10 dəqiqə keçdi və mən 9 kündəni hamısını yayıram. Xəmir çox möhtəşəmdir və kündəni əvvəlcədən biraz açdığıma görə, baxın görün, necə gözəl bir yuxa açılır. Və kündələri yaydıqca yığacam belə taxtanın üstünə, aralarına çox olmamaq şərti ilə un səpə-səpə. Bu üsulun faydası nədir? Kündələr hamısı yayılandan sonra yuxanı yayıb yağlayanda çox rahat uzanır. Cırılmır, hasant dartılır və şərtidir ki, qoğal hazırlayanda, yuxanı uzadanda o cırılmasın. Əks halda qoğaldımı, badam buradımı bişən zamanı ortada partlayır. Dəzgahın üstün bitki yağı ilə bu cürünə yağlayıram. Səpmə qoğaldır deyə 3 yuxanı yayıb yağlayacağım, sonra içli tökəcəm. Fikir verin, birinci yuxa ölçüsü nə boydadır? Və mən dartmıram. Bax, belə. Ancaq qıraqlarını niyə? Ona görə ki, yuxanın qıraqları biraz qalın olur. Amma ümumidə mən yayılan, yağlanan yuxaları dartmıram. Amma yavaşcana
qıraqlarından təmizləmə verirəm ki, o daha da enli, yəni ki, nazik olur. Əllərimə fikir verin, baxın görün. Yəni mən bunları çox dartmıram. Ancaq qırağını təmizləyirəm. Bax belə. Xəmir yumuşaqdır deyənə, yağlıdır deyənə rahat sözə baxır. Bu artıq 3-cü yuxadır. Video diqqətlə baxsaz, hiss eləyəcəksiniz ki, getdikcə yuxaların ölçüsü, yəni eni uzunu böyüyür. 3 yuxa yağlandı, növbə gəldi şor içliyə. İçliyin hazırlanma prosesi şor qoqalın videosunda da var və shorts bölməsində də var. Ətraflı çəkmişəm, izah eləmişəm şor qoqalın içliyin necə hazırlayıram. Proses çox uzundur, video çox uzun alınır və müəyyən narazılığa səbəb olur. İçlik səpildi və yenə də mən 3 yuxanı, bax beləcənə yağlayıram. Artıq fikir verin, nə həcmdə oldu yağlanan yuxalar. Yenə vurğulayıram, mən özün uzatmıram. Qıraqlarından təmizləmə verirəm və bu ikinci qat içlik gəldi. 9 gündə 3 yuxa yayılır, yağlanır içlik. 3 yuxa yayılır, yağlanır içlik və yenə də 3 yuxa yağlanır, içlik səpilir. Maşallah, maşallah, artıq baxın görün, dəzgahla birdir bizim yağlanan, uzadılan yuxalarımız. Bu da artıq 3-cü içliyidir. Hər qatın üstünə 80-100 qram içlik istifadə olunur. Bax belə qıraqların düzəliş verirəm. Çox səliqə ilə rulon şəklində sıx bükürəm. Niyə bunu elə edirəm ki, mənə lazımdır ki, hazır qoqalın üstündəki laylar gözəl olsun. Burada sürət biraz artıqdır, ancaq ki, çox navazişlə yanaşın bu məsələyə ki, cırılmasın. Əks halda sizin qoqallarınızın üstü çatlaq olacaq. Bu qoqalı sırf sizin istəyinizlə hazırladım. Bu qoqalın hələ resepti, videosu heç kimdə yoxdur. Bax, ruleti belə bükürəm. 2 yerə böldüm ki, uzundur, mən rahat işləməliyəm və biraz da əlimlə uzadıram. Bax, fikir verin. 3 barmaq enində qoqallar kəsirəm. Çəksi də 150 qram alınır. Mən deyə bilmərəm ki, balaca edin, ona görə ki, bunun qaydası budur. Amma yenə də videoya axıra qədər baxandan sonra artıq qərarı siz verəcəksiniz. Axır vaxtlar bu qoqala tələbat çoxdur, maraq çoxdur. Baxın görün və mən yenə də fikir verirəm laylara. İndi isə əsas məqam mən buna forma verirəm. Eynən necə ki badamburanı bükürük. Bax, bunu da mən belə bükürəm və nəzarət eləyirəm ki, qatlar, üstəki qatlar körranmasın. Çox rahat, xəmir çox möhtəşəmdir. Sözün əsl mənasında. Və mütləq belə badambura forması verib işimə davam edirəm. Qoqallara forma verə-verə, yəni badambura kimi bükürəm, mütləq nəzarət eləyirəm ki, bütün qatlar bax belə qaçmasın, yerində qalsın və bütün bu prosesi qutarandan sonra yenə də 15 dəqiqə saxlayıram ki, biraz acısınlar, rahat olsun, növbəti prosesi etmək üçün. On 15 dəqiqə keçdi. Dəzgahın üstünə bitki yağı sürtürəm və bax bu cürünə ləzgi qoğalın formasını verirəm. Diqqətlə baxın, qatlar altda olmalıdır ki, siz yayanda onlar qaçmasınlar. Bir dənə buna baxın,
Çox gözəldir. Yuxaları yağlamaq üçün nəzərə alınan 1 kilo yağdan qalan budur. İndi isə qoğalın üzünə çəkmək üçün yumurta hazırlayıram. Baxın, görün, nə eləyirəm. Və ən əsası, bu qarışımı çalandan sonra mütləq mən yumurta qarışımını süzgəcdən keçirdirəm. Nə üçün? Yumurtanın o həll olunmayan hissəcikləri hamısı qalır süzgəcin içində və sonucda qoğalın üzü çox gözəl olur. Gəlmiş qoğalların üzünə yumurta çəkirəm, xaş-xaş səpirəm və 160 dərəcədə fan rejimində bişirirəm. Mənim əzizlərim, siz bir dənə bu gözəlliyə baxın. Çox möhtəşəmdir. Adam iş prosesində ancaq belə görüntü görəndə zövq alır, ləzzət alır. Siz bu gözəlliyə baxın. Yüngül, xırçıltılı, ətirli, bəh. Siz nə edirsiniz? Videoya əvvəldən axıra qədər baxırsınız. Xəmiri yoğurursuz. Və bu cür ağızda ovulan, dağılan qoğal hazırlayırsınız. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.